Salam dostlar. İstəyirəm sizə Ağşəhərdəki Qarabağ atları ekspozisiyasını çekim. Çünki birinci dəfə sizə çəkmişəm. Bu yaxınlarda da çəkmişdim. Bağlı idi elə. Amma indi artıq açıqdır. Və indi sizlə bir yerdə, mən özüm də birinci dəfədir görürəm. Sizlə bir yerdə baxacağıq. Nə qəşəngdir. Bura Qarabağ atları meydanıdır Ağşəhərdə. Və bu da Ağşəhərdəki Qarabağ atları ekspozisiyasıdır. Atların heykəlləri. Əvvəl maketi idi burada. Sonra bir bu atlar düzəlincə gətirirdilər. Və bu baxın yazılıb 2020-dən 24-ə kimi hazırlanıb. Bu bronzadır və artist Robert Summers. Bunlar İngiltərədə hazırlanıb deyəsən və bir gətirilib Azərbaycana. Burada quraşdırılıb. 7 dənə atdır. Və bunlar haqqında mən oxumuşdum. Deyəsən bunlar real atlardır, Qarabağ atları. Bizdən keçib o biri tərəfdən də çəkərik. İndi sizə öndən də çəkəcəm. Biraz Ağşəhərə də baxaq, tamaşa edək. Və öndən də möhtəşəmdir. Çox gözəldir, çox. Burada yolda, ona görə biraz ehtiyat edirəm. Amma məncə bura keçə bilərəm. Bir dəqiqə. Şimdi bura keçib sizə buradan çəkəcəm. Bir tək mən deyiləm çəkən. Belə. Bütünləşdirdim. Belə. Çox açıq oldu.